Eyni zamanda Rusiya ilə bağlı çox maraqlı məqamlar var və Azərbaycanın Xarici İşlər naziri Ceyhun Bayramov ictimai televiziyaya müsahibəsində bu istiqamətdə yeni açıqlamalar verib. Rusiyaya nota verdik və dedik ki, mandat tam ləğv olunur deyə demək bildirib Ceyhun Bayramov. 2023-cü ildə antiterror əməliyyatının 10 dəqiqə əvvəl Rusiya sülh məramlarının Qarabağdakı komandanlığına bu barədə məlumat verildi. Nazir qeyd edib ki, sülh məramlara öz kazarmalarına, təhlükəsiz yerlərə keçməli olduqları barədə bildirilib və vurğulanıb ki, əks halda onların həyatına ciddi təhlükə var. Onlar da buna əsasən riayət etdilər. Sülh məramların bunu etməmək üçün əsasları da yox idi, çünki 3 il ərzində dəfələrlə onlara qanunsuz erməni silahlı qüvvələrinin addımları ilə bağlı xəbərdarlıqlar edilmişdi. Onlara ərazilərin minalanması, istehkamların qurulması, silah-sursatın daşınması ilə bağlı xəbərdarlıqlar edilirdi. Sülh məramları isə bu məsələlərin onların səlahiyyətinə daxil olmadığını deyirdilər. Bildirirdilər ki, bizə mandat da verməmisiniz, ona görə də biz burada sadəcə olaraq ümumi müşahidə aparırıq. Ceyhun Bayramov vurğulayıb ki, erməni əhalisi Qarabağı könüllü tərk etdikdən sonra sülh məramlarının orada nə ilə məşğul olması barədə ciddi şəkildə sual yarandı. Deyir, biz bu məsələnin bu məsələdə hansısa ciddi israr etmirdik. Onsuz da bilirdik ki, bunun bəlli bir müddəti var. Onlarda belə təsəvvür var idi ki, erməni sakinləri arasında iş aparmaqla kimlərinsə geri qayıtmaq fikri var və onlara yenə də ehtiyac olacaq və Moskvadan da belə mesajlar verilirdi. Və amma bir müddət sonra deyir, bəlli oldu ki, ermənilərin geri qayıtmaq fikri yoxdur və onlara da aydın oldu ki, burada qalmaq ümumiyyətlə məntiqsizdir. Onlara şərait yaradıldı və onlar mərasimlər keçirməklə buranı tərk etdilər deyə nazir bildirib. Ceyhun Bayramov xatırladıb ki, üç tərəfli bəyanatın şərtlərinə uyğun olaraq tərəflərdən biri müddətin bitməsinə 6 ay qalmış məlumat vermirsə, sülh məramlıların fəaliyyəti növbəti 5 ilə uzadılmalı idi. Və deyir, bunun müddəti 2025-ci ilin mayın 10-unda idi. Baxmayaraq ki, Azərbaycanda artıq Rusiya sülh məramları yox idi. Sırf hüquqi baxımdan sonradan kimindəsə sual yaranmaması üçün biz bu ilin 30 aprelində Rusiya tərəfinə rəsmi nota verdik və vəziyyəti tam şəkildə əks etdirdik, bildirdik ki, onların mandatı tam şəkildə ləğv olunur deyə Ceyhun Bayramov bunu da demək diqqətə çatdırıb dəyərli izləyicilər.